elə Ramiz Mehdiyevin boyunda olan Yaqub Eyübovun qohumudur. Deməli, oğlu prokuraturada işləyirdi, narkoman. Yəni, bütün Moskvada, Rusiyada Azərbaycanlılar tanıyır bunu. Belə Ona deyək, görə bunlar... Mənim qardaşım, belə deyək, demirlər ki, Ramiz Mehdiyev vətən xainidir. Bax, qardaş, bu bir. Ramiz Mehdiyevlə, baba, necə səmimi şəkil, düzdür? Niyə bunlara bir şey olmur? Bu şey, götə oxşayan bu Amuzella, buna götə oxşayır, va. Göt Nisanov, İlqar yaxşı deyir, elə bu Göt Nisanovdur. Göt Nisanov, bunlar niyə həbs olunmur? Niyə? Bu fotomontaj deyil bunlar. Bunlar hamısı birbaşa Ramiz Mehdiyevə işləyən qəhbənin balalarıdır. Niyə bunlar həbs olunmur? Niyə qotdur, o birisidir, bu birisidir, götdür, mötdür? Bizi niyə geri zəkalı yerinə qoymaq istəyirlər ki? Demirlər Ramiz Mehdiyev vətən xainidir. Bu qotdur, o birisidir, Leylanı qayır deyəndir, bu Leylanı qayır deyəndir. Elman özü şəxsən deyib ki, qot Leylanın bir yerini yalayıbdır. Elman şəxsən deyibdir. Mən Elmanın sözləridir. Dursunlar, çox zapislərdə məndə var Elman danışdığının. Bu oğraş, namussuz, qeyrətsiz. Bu Polat, mən nə bilirdim Polat Mehribanı qayırıb. Mən nə bilim qot Leylanın amcığını yalayıbdır. Polat da Mehribanı. Yox, Leylanı deyib, Elman deyib. Mən deyə bilmərəm. Mən deyə bilmərəm. Oturub özü içəndən sonra, narkotik iliyəndən sonra oturub bana danışırdı. Kim nə eləyib, kim kimə verib, kim nə qayırıb. Yəni bunlar hamısı namussuz, qeyrətsiz bir adamlardır. Yəni əziz qardaşım, bunlar başdan götür. Bu da mən. Orada bura çək. Yəni Leyla gələndə bütün günü bu tərəf. O tərəf bu fakt. Leyla Tahir Salaxov, bunu deyirlər, İlhamın dədəsi budur. Tahir Salaxov bunun əlini öpür. Biraz bir çək. Polat Oğraş, ona bax. Tahir Salaxov Leylanın əlini öpür. Deyirlər, mən deyə bilmərəm, o qarantili söhbət deyil. Deyirlər, dədəsi şeydir. İlhamın dədəsi budur. O vaxt deyirlər, Zərifəni bu təliyibdir, bu qayrıqdır, deyirlər. Yəni, deyə bilmərəm, onu mən günah götürə bilmərəm. Ancaq başqa sözləri, fakt, mən bunların ətrafından bilmişəm. Mən bunlar danışdığını deyirəm. Yəni, bu Oğraş, Elman Oğraşov, oturub mən, Elman Oğraşov, German Götoviç oturmuşuq bir yerdə. Ramiz Mehdiyev bunlara orden verdi. Nəyə görə mən Azərbaycanlılar, hamı bilir ki, mən Azərbaycanda 11 min mənzil tikmişəm. Yəni Azərbaycanın kasıblarına ipoteka vermişəm. Yəni 215 manat akordda pul ödəyib Abşeron Gənclər Şəhərciyində evlər vermişəm. Nə qədər işçilərimə, nə kasıblara mən pay vermişəm. Heç vaxt mən çıxıb danışmamışam. Ancaq bu qod Oğraş, namussuz, qeyrətsiz bir dənə bizim qazimizə bir dənə mənzil vermişdi. Onu reklam etdilər. Qod Nisanov nəm qaziyə mənzil veribdi, nəm onu veribdi. Bunlar, ona bax, Ramil Usubov, Zakir Əsənov, Göt Nisanovla bir yerdə oturubdular orada. Mənim 15 ilmi, hamı deyirdi, Aliona'nın dədəsi Götdür. Və fakt 15 il mənim işimi bu Oğraşlar, İlham Əliyev, Bəylər Eyübov, Zakir Qaralov, Əlin Ağayev, İlqar Abbasov, Qod Nisanov, German Zakaryayev, Ramil Usubov, hamısı qəhbələr, kişi qəhbələri. Bunlar namussuz, qeyrətsiz, mənim malımı, mülkümü oğrayaraq, hətta mənə şərliyibdilər ki, 10 milyon İlqar Hacıyevə görbəkör olan Heydərin böyründə mənə pul veribdilər. Yəni, əziz dostlar, qardaşlar, bunu bilin ki, bu namussuzlar, bu qeyrətsizlər onsuz da xalqın qəzabına gələcək. Onsuz da zaman gələcək. Bunlar hamısı cavab verəcək. Xalqın qabağında da, bizim qabağımızda da. Çünki bunlar özləri İlham Əliyevin böyründə namussuzluq, qeyrətsizliklə bir yerdə bir-birinin arvadlarını qayra-qayra, bir-birinin qızlarını qayra-qayra, oğraşlıqla məşğul ola-ola, yəni durub özlərini, atlarını kişi qovdular, oliqarx qovdular. Hamınız
İlham Əliyevin proklatkasınız,